yenə. Qatar ayrı. Bu qədər işim var ki. İlk olaraq yollandım universitetə. Birinci dərsimiz ardıcıl tərcümə idi. Akşinə tapşırdım ki, telefonu qıraqdan qoyub video çəksin. Amma bir türlü telefonu düz qoya bilmirdi. Mən də əsəbləşirdim. Və nə oldu? Bilirsiniz, gördün Akşinin başına pərdə düşdü. Növbəti dərsimiz hüquqi tərcümə idi. Müəlliməmiz evdə baxmaq üçün mətn vermişdi, hansı ki, sinifdə bunu müzakirə eləyəcəyik. Burada da yeni materialdan yeni sözlər yazırıq. Və Ləmanın möhtəşəm dəftəri. Dərs bitdi. Mən də acından ölürdüm deyə getdim bufetə. Ayda bu Sezar roldan ötürü ürəyim gedir. Bufetdən sonra gedirəm oxu otağına. Ki, işlərimi planlayıb dərs oxuyuram və gələn mesaj. Hardasan sən? Ayda ürəyimə bir qorxu düşür ki, o mesajı görəndə. Oxumaqdan tipim biraz kayıb deyə başlayıram hazırlaşmağa. O da hazırlaşa bilmirəm. Niyə? Çünki məhsulları yemişəm, içmişəm, nağarmışam bilmirəm. Əslində makiyaja ehtiyacım yoxdur. Sadəcə kiçik toxunmuşlar olmalı deyə düşünürəm. Təvazökarlıq deyəndə də mən. Bəli, artıq hazıram. Saçımızı da açırıq. Ay Allah, bu nə gözəllikdir. Görüşümüz üçün getdim Nərmini Bakı dövlətdən götürməyə. Elə düz yanında Aliviya var imiş. Buna görə dedik ki, elə belə bir neçə məhsula baxaq. Güya sadəcə baxacağıq. Bizim üçün Aliviyanın ən qəşəng hissəsi Koreya məhsulları olan bölməsidir. Bundan əlavə bir çox məhsullarda qəşəng indirimlər var idi. Burada isə Nərminə dünyanın yox, evrənin ən qəşəng əllik və highlighterını Nərminə göstərirəm. Bayılıram bunlara. Və alış-verişimizi tamamlayıb ödənişi təbii ki də tələbə plus kartı ilə edirik. Çünki bu zaman əlavə 10% indirim qazanmış oluruq. Aliviyadan çıxıb gedirik kofe shopa, çünki həll etməli olduğumuz bir neçə işimiz var. Söyləyəməm, sekretdir. Ayda burada Nərminə baxın, çox şirin düşmüyüb. Elə oturmuşduq, bir anda xəbər aldım ki, Koreyalılarla olan mübadilə proqramında birinci yer tutmuşammış. Maşallah deyim. Nərminlə sağollaşıb gəlirəm evə, ev üçün biraz alış-veriş eləyirəm və mandalinlərimi yeyib yatıram.